Tənqidçilərin ədəbiyyata yetərincə diqqət ayırmamasını qeyd etmisiniz. Sizcə bu, Azərbaycan ədəbiyyatının ən böyük problemlərindən biridir? Yeri gəlmişkən çox üzr istəyirəm. Mən bayaq Mehriban xanıma dedim kulisdə. Suallar sizin müsahibələrinizdən qaynaqlanıb. Buyurun. Mənə elə gəlir ki, Azərbaycan ədəbiyyatının problemləri saymaqla bitməz. Yəni çoxdur. Yazıb özümüz öz aramızda oxuyuruq, ancaq Azərbaycan ədəbiyyatı artıq yalnız və yalnız ədəbiyyat sevərlərin oxusuna təqdim oluna bilir. Bizim yazıçılarımız, şairlərimiz imza günlərinə ancaq öz dostlarını dəvət edə bilərlər. Oxucularımız barmaqla sayılacaq qədərdir. Dünyaya çıxma imkanlarımız çox aşağıdır. Bilmirəm, dilimizin biraz az işlək olması dünyada. Ona görə mi belədir? Biz ingiliscə yazmırıq, ona görə mi belədir? Və yaxud bunun sənayesi qurulmur, ona görə mi belədir? Hər halda problemləri çoxdur. Amma daxil problemlərdən biri də bəli, tənqidçilərin daha çox özünü təsdiq etmiş Avropa yazarlarına, bugün bestseller olanlara, dünyasını dəyişənlərə maraq göstərirlər. Çünki ölülər susur, cavab vermir. Dirilər və gənclər gözləyirlər ki, biz haçan vəfat eləyərik, onda bizə reaksiya verərlər. Sonradan sənətkar, öləndən sonra sənətkar adını qazananlar kimi. Dəyərləndirəcəkdir. Tamaşaçıya gəlincə, o baxımdan mən də məmnunum. Mən də bir konsert elədim. Çox kiçik zal idi, 350 nəfərlik zal idi. Ancaq mən bildim ki, mənim 350 oxucum var, məsələn deyək. Ən azından. Bəli, ən azından. Və onlar hamısı sevərək gəlmişdilər. Sizin sözünüz olmasın, getməyi də istəmirdilər. Mən sonunda deyirdim ki, bitib. Yəni, hamı deyirlər ki, onda gəl bizinlə şəkil çəkdir. Yəni, tamaşaçıdan şikayətçi, oxucudan şikayətçi deyiləm. Ola bilər ki, azdır oxucum. Amma ədəbi tənqid. Yəni, bizdə ancaq o baxımdan eksikliklər var. Amma sevindirici bir haldır ki, bugün müxtəlif kitab evləri var və hər şey müasirləşdiyi kimi bugün kitab evləri də o qədər gözəl, dekor, təmir və hətta belə balaca bir köşə də ayırıb qəhvə içə-içə istədiyin kitabı götürüb oxumaq. Bu da əslində yaxşı bir təbliğatdır ki, yəni normalda təbliğ məsələləri üçün menecmentlər lazımdır və sponsorlar lazımdır. Bizim maliyyə sorunlarımız olur deyə biz özümüz təbliğ edə bilmirik. Menecmentlər lazımdır. Otursunlar, düşünsünlər ki, nəyi necə edə bilərik, harada maliyyələşdirə bilərik. Yəni bu sorunlar çözülsə bizə yazmağa nə var ki? Görürsünüz, yəni hər şey yenə də bazara bağlanır. İndiki zamanda təəssüf ki, hər şey kitabda, teatrda, kinoda, musiqidə hər şey bazara bağlanır. Təəssüf ki, bu belədir. Söylədiyiniz kimi, misal üçün, Bakı Kitab Mərkəzi, çox gözəldir, bəli. Sonra Librafda, sonra Librafın müxtəlif filiallarında. Yəni, əlin yanına gəncləri calamaq üçün bir də bir köşə yaradıb, qəhvə alırsan, içirsən və kitabını götürüb oxursan və sevindirici haldır. Mən bu gəncləri görürəm orada. Ən azından dəb üçün, elə görünmək üçün. Eynən. Təşəkkür edirəm. İlk sual cavablandırıldı və maraqlı bir diskusiya çıxdı ortaya.